Bir şəkil ya da bir məktub bir ailənin tək təsəllisi ola bilərmi? İtkin düşən doğmasının yolunu gözləyən ailələr üçün bu sualın cavabı illərdir dəyişmir. Bugün 1992-ci ildə 1-ci Qarabağ müharibəsi dövründə Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Əlibala Abdullayevin doğum günüdür. Ailəsi 34 ildir ki, bu günü onsuz qeyd edir. O gün oraydı, gəliydi bizimizlə, gözümüz yoldan yığılardı. Hər dəfə telefon zəng çalanda elə bilirəm ki, nəsə bir xəbər gələcək. Məsmə Bağırova 34 ildir ki, bir telefon zəngi ümidi ilə yaşayır. Onun qardaşı Əlibala Abdullayev 1973-cü il fevralın 27-sində Neftçala rayonunun Abbasalı kəndində dünyaya gəlib. Məktəbi bitirəndən sonra hərbi xidmət üçün Sankt-Peterburqa gedən Əlibala 7 ay sonra Azərbaycana qayıdır. O dövrdə bizim torpaqlarımızda müharibə gedirdi, Xocalı hadisələri baş verirdi. Vətənə qorumaq üçün o da ön sıralarına getdi. Biz neçə ay onu axtardıq, tapmadıq. Anam birinci rəhmətə getdi, gözü bağlı, gözü baxa-baxa şəkilə getdi. Vəsiyyət elədi ki, oğlumun şəkli mənim sinə daşıma vurarsınız. Biz istəyirdik vuraq, atam qoymadı. Mən əvvəlcə dedim, görürsə niyə qoymadı atam bunu? Sonradan öyrəndim ki, atam istəyirmiş ki, mən də rəhmətə gedəndən əgər gəlməsə, kimsin sinə daşına vururlar. Məhz o şəkillər, o günkü xatirələr güclü tutur Abdullayevlər ailəsini. Eyni sima ilə xatırlayırlar itkin qardaşlarını. Hər gün ümidlə gəlməsini gözləyirlər. Məktəbə də bir getmişik, kolxoza da işləyəndə həmişə istəmirdim ki, o məndən aralı olanda elə bilirdim ki, başına nəsə bir iş gələcək. Sentyabr ayında hər dəfə o 2 gündən bir, 3 gündən bir məktub gəlir. Bizim elə orada olmağını bilmirdik. O məktublar gələndən sonra, sentyabrın 8-dən sonra elə bir bildik ki, bu Qarabağ zonasında Ağdamın Mədallılar kəndindədir. Yanında olan uşaqlardan da soruşurdu, məktub yazırdı. Lakin bəzən nə məktublar, nə də deyilən sözlər bir itkinin yoxluğunu təsəlli etməyə yetmir. Məzarsız qalan hərbiçinin hər il qeyd olunan doğum günü isə bu ailənin sönməyən ümidinə çevrilir. Lalə Allahverdiyeva, Kamran İsayev, Rəşidə Zülfüqarova, ASTV Xəbər.